Hər kəsə salam. Mən mədəniyyət könüllüsü Sona. Lakanik rubrikası ilə qarşınızdayam. Bugünkü qonağımız Azərbaycan aktyoru, naşir, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Baxırzadədir. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Sizə qaydalar barəsində kiçik xatırlatma Buyurun. Sizə verdiyim suallara 3 dəqiqə ərzində lakanik cavablar verməlisiniz. Niyə yalnız buyurun da mən lakanik içirəm də görürsün. Hamısını içmədim ki, lakanik işte buyurun. Hazırsınız? Həyatınızın şifrəsi. La ilahe illallah. İlk maaşınızı nəyə xərcləmisiniz? İlk maaşımı mən xərcləmişəm çörəklə süfrəyə. Anam da bu nədir? Deyirəm, bəs ilk maaşımda istəyirəm süfrəmiz həmişə bol olsun, buzlu olsun, bərəkətli olsun. Sizə görə istedad nədir? 20% istedaddır, 80% işgüzarlıq. İşgüzarlıqda da ən birinci növbədə nizam-intizam. Hansı yaş dövrünüzü ikinci dəfə yaşamaq istərdiniz? 80 yaşım. Mən hələ görməmişəm ora. Amma istəyərdim Allah Taala mənə qismət etsin o yaşı və bir də yaşayıb. Mənim sevdiyim bir kinodramaturq var, Tanina Qoyar. O deyirdi ki, biz öz həyatımızda bir dəfə cənnətdə yaşamışıq. O da bizim uşaqlığımız olub. Uşaqlıqdan bəri unutmadığınız melodiya. Uşaqlığım yadıma düşəndə Çinintanla oynadığı film var, Ukraşin İstraktiva. O musiqi mənim daxilimdə ifa olunur. İlk kitabınız? Karikaturalar. 95-ci ildə 23 yaşım vardı. Artıq karikaturlar çəkirdim, yalanla cızma qara. Belə balaca mənə broşuru buraxdım. Bakılı oğlanlar komandasında ən çətin oyununuz? Heç biri çətin olmuyor. Mən ümumiyyətlə bilmirəm çətin nədir. Ən çox hansı auditoriya üçün işləməyi sevirsiniz? Uşaqlar. Kritik rəy almısınızmı? Oğlum, gündə oluram da elə mən yazır. Məndən bu respublika çox kritik alan var. Uğursuz hesab etdiyiniz layihəniz varmı? Hamısı uğurludur. Məndə uğursuz bir dənə olmayıb. Unudulmaz epizodunuz? Məkkədə olub düz Kəbə daşın qabağında. O hisslərdə, o emosional, o heç vaxt yadından çıxmayacaq. İncəsənət yoxsa idman? İkisi də. Hər şey öz vaxtı var da. Buradan payında incəsənətdir. Bundan sonra yerəm üzməyə. Dolanıram, idmanda saat yanım üzəcəm. Uşaqlarla ünsiyyətdə ən vacib sir nədir? Səmimi olmaq. Necə olarsa hələ səmimidir. Sən də onlara səmimi olma. Gələcək nəsil sizi hansı dəyərlərlə xatırlasın? Yaxşı insan kimi. İnanın, mən də xoşbaxt olaram. Əgər bugünkü çocuklarımız, balaca uşaqlar kitab oxuyurlar, həm kitablar. Gələcəkdə peşə yiyəsi olsalar, peşəkar olsalar və birinci növbədə vətəndaş, millətini sevən, dövlətini sevən. Onda mən xoşbaxt olacağım ki, millətim üçün, məmləkətim üçün nəsə elədim. Son sualınızda verək, mədəniyyətə necə könül verirsiniz? Vermirəm, heç də sağ olun, gecə olsa bağlayıb olur. Verə bilirəm, bilmirəm onu. Onun qırağındakı şagird deməli, tələbə deməlidir, oxucu deməlidir, qoy neftçidirsin, qoy metropoliten işçidirsin. Sonra xalımız. İndi isə mədəniyyət könüllümüz Şükürzadə Şükranənin sizə öz əsərini təqdim edəcək. Baxın, nə qəşəng maşallah. Çox sağ ol, minnətdarım, hörmətli olasın. Baxın, nə qəşəng mənə hədiyyə verdilər. Sona xanım, lakanik verilişində. Bir daha çox sağ ol deyirəm. Bəli dostlar, bugünlük bu qədər. Bəs növbəti qonağımız kim olsun? Rəydə bildirərsiniz. Hələlik! Hələlik!